5-ci sualın izahına baxaq. 5-ci məsələdə qeyd olunur ki, kitab şkafında olan 50 kitabın 10 ədədi ensiklopediya, 17 ədədi elmi, qalanı isə bədii ədəbiyyatdır. Yəni 50 kitab var. 50 kitabın 10-u ensiklopediyadır. 17 ədədi elmi kitabdır. Yəni 50-dən 27-ni çıxırıq. Yerdə qalır 23 ədəd. 23 ədədi isə bədii ədəbiyyatdır. Bədii ədəbiyyatdır. İndi biz buradan ensiklopediya olması ehtimalı neçəyə bərabərdir? Bunu tapmalıyıq. PA bərabərdir. Yenə qeyd eləyək. Ensiklopediya olması ehtimalı tapmaq üçün biz bilirik ki, mümkün hallar sayımız 50-yə bərabərdir. Bizim 10 dənə ensiklopediya kitabımız olduğu üçün əlverişli hallar sayımız 10-a bərabər olacaq. Və ixtisar eləsək, hadisəmizin ehtimalı 5-də 1-ə bərabər olar. Elmi kitabların hadisəsinin ehtimalını tapmaq üçün yenə qeyd edirik. Mümkün hallar sayımız 50-dir. Elmi kitablarımızın sayı, yəni əlverişli hallar sayımız 17-dir. Deməli, elmi kitabların belə deyək, elmi ədəbiyyat olma ehtimalımız 50-də 17-yə bərabərdir. Bədii ədəbiyyat olma ehtimalımız isə PA bərabərdir. Burada bədii ədəbiyyatı soruşduğu üçün PA bərabərdir. Mümkün hallar sayımız 50, əlverişli hallar sayımız isə 23. Yəni 50-də 23-ə bərabər olacaq. Bu da 5 nömrəli misalın həlli idi. 6 nömrəli misalda nə deyir? 6 nömrəli misalda, sadə misalda deyir, 10 kiçik vərəq parçasına müxtəlif rəqəmləri yazıb, üz aşağı stolun üstünə qoydu. Müxtəlif rəqəmləri yazdı. Burada rəqəmlər yazdı dediyi üçün 10 dənə kiçik vərəqimiz var. Tutaq ki, 1, 2, burada qeyd eləyək. 3, 4, 5, 6, 7, 8, 9 və 10. Tutaq ki, müxtəlif rəqəmlər yazdım. Yazdım 2, 4, 6, 8, 0, 1, 3, 5, 7 və 9. Müxtəlif rəqəmləri yazdım. Və 10 dənə parça, belə deyək də, vərəq parçasına. İlxan bir rəqəm səsləndirdi. Tutaq ki, səsləndirdim 8. Məsəl üçün. Stolun üstündəki vərəqlərdən birini açdım və İlxanın səsləndiyi rəqəmin açdığı vərəqdəki rəqəmlə eyni olma ehtimalı nəyə bərabər? Biz bilirik ki, burada bizim mümkün hallar sayımız 10-a bərabərdir. 10 dənə vərəqimiz olduğu üçün 10-a bərabərdir. Hər hansı bir rəqəmin səsləndirilməsi isə burada nəyə bərabərdir? Əlverişli hallar sayımız 1-ə bərabərdir. Yəni, hər hansı bir rəqəmi, istər 6 olsun, istər 1 olsun, hər hansı bir rəqəmin səsləndirmə ehtimalı 1-ə bərabərdir. Ona görə də bu hadisənin ehtimalı olur 10-da 1. Bu da 6-cı misalımızın həlli. Bunu silək. Buradan bunu silək. Yeni növbəti şəklimizi əlavə eləyək. Kitabımızın vərəqini qeyd edim buradan. Deməli, bizə lazımdır 3-cü hissəni bura qoymuşdum. Bəli. Açaq burada görək. Bu səhifəmizdə nə var? Bura yerləşdirək. Çalışma 1-ə baxaq. Çalışma 1-də cədvəldə bank işçilərinin işə gələrkən hansı nəqliyyatdan istifadə etdikləri haqqında məlumat verib. Hər bir nəqliyyatın növünə uyğun faiz göstəricisini tapın.
və uyğun dairəvi diaqramı müəyyən edin. Yəni burada bizim nəqliyyat vasitələrimiz verilib və onların sayı qeyd olunub. Onlara uyğun da diaqram qeyd olunub. Və bu diaqram 3 dənə diaqramdan hansının bu cədvələ aid olduğunu biz burada tapmalıyıq. Birinci, bunu tapmaq üçün biz burada nəyə diqqət etməliyik? Burada diqqət eləyəcəyimiz məqam ondan ibarətdir ki, ümumiyyətlə məlumatların təsvirində verilənlərin dairəvi diaqramla belə deyək də faizlə təsviri mövzusuna aiddir. Verilənlərin dairəvi diaqramda faizlə təsviri mövzusu. Burada nə edəcəyik? Biz yenə eyni qayda ilə mümkün hallarımızın sayını qeyd eləyəcəyik. Əlverişli hallarımızın sayını qeyd eləyəcəyik və faizlə göstərəcəyimiz üçün aldığımız nəticəni 100%-ə vuracağıq. Biz ümumi nəqliyyat belə deyək də saylar, nə qədər nəqliyyat var, burada saylarını tapaq. Baxın bu hissədə. İctimai nəqliyyat 32-dir, velosiped 8-dir, motosiklet 4-dür. Yəni 32 üstə gəl 8, üstə gəl 4, üstə gəl 16, üstə gəlsin 20. Bərabərdir 40, burada da 40 oldu 80. Deməli bizim mümkün hallar sayımız 80-a bərabərdir. PA bərabərdir, qeyd edirəm. Mümkün hallar sayımız bərabərdir 80-ə. İndi hər bir nəqliyyat vasitəsini ayrı-ayrılıqda tapmalıyıq. Tutaq ki, ictimai nəqliyyatı tapırıqsa, ictimai nəqliyyatın sayı 32-yə bərabər. Yəni əlverişli hallarımızın sayı 32-dir. Mümkün hallar sayımız 80-dir, əlverişli hallar sayımız isə 32-dir. Bunu faizlə göstərmək üçün vururuq 100-ə. 32 ilə 80-i 8 ixtisar edirik. Burada 4, burada qalır 10. 10 ilə 100 ixtisar edirik. Burada 1, burada 10. 4-ü də 10-a vursaq, olur 40%. Deməli, ictimai, belə yazaq, nəqliyyat oldu 40%. İctimai nəqliyyatımız oldu 40%. Keçək velosipedlərin, belə deyək də, faiz göstəricisini tapaq. Yenə mümkün hallar sayımız 80-dır. Velosipedlərimizin sayı 8-dir. Yəni əlverişli hallarımızın sayı 8 olacaq. Vurulsun 100. İxtisar edirik 1, ixtisar edirik 10. 8-ə böldük hər tərəfi, sürət və məxrəci. Və 100 ilə 10 ixtisar edirik 1. Burada da qalar 10. Bu da bərabərdir 10%. 10% isə bizim, buradan qeyd edeyim, velosiped. Velosiped 10% oldu. Sonra motosikleti tapmaq üçün yenə tez-tez yazacağım bunu. Moto yazaq. Hadisənin ehtimalı 80-də 4 vurulsun 100. İxtisar edirik 20-yə 2, 20-yə 5. 4 ilə 2-ni ixtisar edirik 1, burada da qalır 2. 2 ilə 5-ə vursaq, bu da eləyir 10%. Sonra növbəti baxaq bir dəqiqə. Nə isə səhv yazdıq. 20-yə böləndə burada 4 qalmalıydı. Üzrlü sayın, burada səhv yazmışam. 80-i 20-yə böləndə 2, daha doğrusu 4. Burada qalır 5. 4 ilə də 4 ixtisar edirəm 1. Burada da 1. 1-i 5-ə vuranda burada qalır 5%. Motosikletlərin faizi 5%. Buradan yazaq, skuteri yazaq. Skuter bərabərdir yenə 80-də 16 vurulsun 100. İxtisar edirik burada 16 ilə 80, 16-ya burada 1 qalar, burada 5 qalar, 100-ü də 5-ə bölsək olar 20%. Deməli skuterlərimizin sayı da 20% oldu. Qaldı sonuncu şəxsi avtomobillər.
Bu da bərabərdir. 80'də 20 vurulsun 100. İxtisar edirik. Burada 1 qalır. Burada 4. 100 də 4'ə bölsə 25% almış olur. İndi fikir verin. Bizim birincidə hissəmizdə 40%. İkinci 10%. Üçüncü 5%. Skuterlərimiz 20%. Şəxsi avtomobillərimiz isə 25%-ə bərabər oldu. Yəni biz burada faizlə bu formada almış olduq. Və baxırıq artıq buradakı diaqramlara. A variantındakı diaqramlar fikir versəz görərsiniz ki, demək olar ki 5 bərabər hissəyə bölünüb. Amma bizdə faizimiz 5 bərabər hissəyə bölünməyib. Hər biri ayrı-ayrılıqda göstərilir. Eyni qayda ilə C variantına baxsaq, görərik ki, bir faizimiz böyükdür, digərləri isə bir-birinə yaxındır. Ona görə də bu variantı və bu variantı götürmürük. Amma B variantında bizdə ən kiçik faizimiz 5%dir. Bu yaşıl rəngə 5% yaza bilərik. Sonra göy rəng gəlir 10%. Sonra ondan biraz yuxarı faiz dərəcəmiz var bizim 20%. Sonra gəlir 25%imiz və sonra gəlir 40%imiz. Deməli, uyğun cavab oldu B diaqramı. Bu da bir nömrəli misalın həlli. Buranı təmizləyək. Keçdik. Burada satışda olan topların sayı cədvəli verilir. Basketbol 8 dənədir, voleybol 5 dənədir, futbol isə 7 dənədir. Burada özü izah eləyib. Yəni nə edirik? Biz burada mümkün hallar sayını tapmaq üçün 8 üstə gəl, 5 üstə gəl, 7-nin hesablamalıyıq. Və biz bunları toplayanda 12 üstə 8 gəlsə 20. Mümkün hallar sayımız 20-yə bərabərdir. Mümkün hallar sayımız 20-dir. Basketbol, voleybol və futbol toplarının bütün topların neçə faiz olduğunu, bütün topların neçə faizini təşkil etdiyini müəyyən edin. Basketbolu tapmaq üçün basketbol 20'də 8'dir. Yəni əlverişli hallar sayımız 8'ə bərabərdir. Bu da bərabərdir. Biz bunu bir dənə 100'ə də vuraq, faizlə tapaq. 20 ilə 100'ü ixtisar edə bilək. Burada 1, burada 5. 8'i 5'ə vursa, onlar 40%. Basketbol. Sonra voleybol tapsaq 20'də 5'dir. Yine 100%'ə vuraq, ixtisar eləyək. 1, burada qalsın 5, 5'ə vursaq 25%. Digəri futbol isə 20'də 7'dir, vurulsun 100. İxtisar eləsək 1, burada qalar 5, 7'ni 5'ə vursaq 35% almış olaraq. Yəni diaqramda bunu göstərmiş olsaq, bu formada faizlərlə diaqramı 3 hissəyə bölüb, birinə qeyd eləyərik 20%, digərinə 25%, digərinə isə 35%-i qeyd etmək olar. Yəni buna uyğun diaqram çəkə bilərik. Bu da bizim ikinci sualımızın həlli. Diaqram da çəkmiş olsaq, bunu diaqram çəkməyiniz üçün burada pərgərdən istifadə edərək çəkin deyir. Pərgər vasitəsilə, xəkeş vasitəsilə ölçüb siz bunu çəkə bilərsiniz. Nə edir? Biz burada 40% tapdığımız üçün 360'ı 40'a vurub böləcək 100'ə. Eyni qayda ilə də 360'ı vuracaqsınız 25'ə böləcəksiniz 100'ə və 360'ı vuracaqsınız 35'ə böləcəksiniz 100'ə.